Hər vaxtınız xeyirli olsun əziz tələbələr. Bundan öncəki videoda əməliyyat sistemini izah eləmişdim bir hissəsini. İndi isə əməliyyat sisteminin davamını izah eləyəcəm. Əməliyyat sistemi ilə bağlı biz əməliyyat sistemi nədir, funksiyaları, təsnifatı, fayl və qovluq anlayışı haqqında danışdıq. İndi isə fayl maskaları haqqında məlumat verəcəm. Fayl maskaları nədir ümumiyyətlə? Maska sözünün mənası nədir? Nəyisə gizlədən, əvəz edən mənasındadır. Fayl maskası dedikdə isə faylın adında və genişlənməsində olan simvolları gizlədən, yəni maskalayan işarələr başa düşülür. Bəs niyə biz faylın adındakı və yaxud da genişlənmələrindəki simvolu maskalamağa ehtiyacı duyuruq? Biz bunu axtarış zamanı istifadə edə bilirik. Yəni səmərəli formada axtarış etmək üçün. Məsələn, mən axtarış yerinə ulduz.docx yazanda məqsədim o olur ki, genişlənməsi docx, adı isə ixtiyari olan, yəni ixtiyar simvollardan ibarət olan fayllar tapılsın və bu zaman nə baş verir? Deməli, genişlənməsi docx adı ixtiyari qaydada simvollardan ibarət olan fayl adları ekrana çıxır, yəni fayllar ekrana çıxır. Yəni bu faylları bu şəkildə qrup şəklində tapmaq, ondan sonra onları qrup şəklində üzərində əməliyyatlar aparmaq üçün əlverişli bir üsuldur. İndi keçək biz hansı maskalardan istifadə ediriksə, onlara baxaq. Biz maskalamada ulduz və sual işarələrindən istifadə edirik. Ulduz işarəsi ixtiyari sayda simvolu maskalaya bilən bir işarədir. Nəzərə alsaq ki, faylın adında 0-255 arası simvol olduğundan, daha doğrusu 255 dənə simvol olduğundan, ulduz bu 0-255 aralığında diğer sayda simvolu maskalaya Burada niye 0'ı qeyd edirəm? Çünki ulduzun yerində hər hansı bir simvol olmaya da bilər. O baxımdan deyirik ki, yəni Windows əməliyyat sistemi üçün 0-255 aralığında ixtiyar sayda simvolu maskalayır. Biz MS-DOS əməliyyat sistemində keçmişdik. MS-DOS əməliyyat sistemində faylın adında maksimum 8 simvol olduğunu nəzərə alsaq, deməli ulduz MS-DOS-da 0-8 arası simvolları maskalayır. Yəni Windows üçün bu qaydada, MS-DOS üçün isə bu qaydada deyə bilərsiniz. Deməli uşaqlar, məsələn biz infosa ulduz PDF axtarış eləyəndə ulduzun yerində ixtiyar sayda simvol çıxa bilir. Məsələn info.pdf. Görürsən ki, burada heç ulduzun yerində simvol yoxdur. Yerində problem yox idi. Dedik, olmaya da bilər. Info PDF-də oxu sözündə 3 dənə simvol var. Yəni burada bir ulduz 3 simvol əvəz edib. İnformatika PDF-də deməli 7 dənə simvol əvəz edilib. Info Quiz-də 4 dənə simvol əvəz edilib. Info 7 PDF-də isə 5 dənə simvol ulduzla əvəz edilib. Keçək növbəti maskamız olan suala. Sual isə konkret bir simvol əvəz edir. Yəni bir sual varsa, deməli bir dənə simvol istifadə edilib. Məsələn, info sual PDF axtarış eləyəndə sual işarəsinin yerində sadəcə bir dənə simvol görə bilərsən. Yəni bir sual bir dənə simvolu maskalayır qısası. İndi yoldaşlar, mən bir dənə nümunə yazım və o nümunə üzərindən sizə bunu daha ətraflı izah edeyim. Baxın, belə bir nümunə yazacağım. Məsələn, belə bir fayl verilib. Master.doc. Məqsədim ilk 3 simvolu maskalamaqdır. Mən ulduzdan istifadə edərək maskalasam, görürsünüz ki, bir ulduz 3 dənə simvolu, yəni ixtiyar sayda simvolu maskalaya bilir. Amma sırf sual işarəsindən maskalamaq istəsəydim, hər simvol üçün bir dənə sual işarəsi götürəcəkdim. Yəni M üçün bir dənə, A üçün də, S üçün də. Yəni hərəsi üçün bir dənə sual işarəsi götürəcəkdim. Yəni bu qaydada bir sual bir simvol əvəz edir. Onda 3 simvol üçün 3 dənə sual lazımdır. Başqa necə yazmaq olardı? Məsələn, sual ulduz ter.doc yaza bilərdin. Və yaxud da əksinə ulduz sual ter.doc yazmaq olardı. Yəni burada əsas odur ki, ulduz bir simvol əvəz eləsin. Yerdə qalan simvol varsa, daha doğrusu sual bir simvol əvəz etsin. Yerdə qalan simvollarsa ulduz öz öhdəsinə götürür. Yəni belə. İndi keçək sual tipləri necə işlənir, ona baxaq. Məsələn, deyir ki, Master 2019.doc faylını hansı maska ilə tapmaq mümkün deyil. Onsuz da ulduz ixtiyar sayda simvol əvəz edir. Ulduz sizə tezdə çox da problem yaratmır. Əsas sual işarələrini yoxlayın. Elə əksər hallarda cavab çıxır sual işarəsindən. Deməli, məsələn, A bəndinə baxaq. Buradakı sual M hərfini
Genişlənmədəki sual isə D hərfinə əvəz edilib, hər şey qaydasındadır. B bəndində S-dən sonraki sual T-nin, genişlənmədəki sual isə C-ni əvəz edib. Sonra C bəndində M və O simvolları maskalanıb. D bəndində isə görürsüz bir sual, bir simvol maskalanıb. Yəni, bu 4 variantda heç bir problem yox idi. Amma Y bəndində baxsan, 9 və nöqtə arasında sual qoyub. Amma failin adında 9 və nöqtə arasında hər hansı bir simvol varmı? Xeyr, yoxdur. Amma bir sualın yerində mütləq bir simvol olmalıydı. Ona görə səhv oldu bu variant. Sonra keçək növbəti bir dənə də suala baxaq. Deyək ki, hansı faillər maskası bu failin adına uyğun deyil. A bəndə ulduzdur və hər şey qaydasındadır. B bəndində suallara baxıram ki, hər şey qaydasındadırmı? Bəli, hər sual bir simvol əvəz edib. C bəndinə baxım. C bəndində baxdınızsa gördünüz ki, deməli 2014-dür R hərfindən sonra. Amma bir dənə sual işarəsi verilib. Əslində sırf sualla maskalayası olsaydıq 3 dənə sual olmalıdır. Və yaxud da sualdan sonra mütləq ulduz yazmalıydı ki, biz bilək ki, hər yerdə qalan simvollar ulduzla maskalanıb. Amma sırf bir dənə sual verməsinə görə C bəndi yanlışdır. Başqa bir suala da baxaq. Məsələn, belə bir sualda Master 25 TXT faillərin hansı faillər maskasına uyğun deyil, faili hansı faillər maskasına uyğun deyil. Baxıram A bəndinə sual 2-ni əvəz eləyib. B bəndində hərəsi bir rəqəm əvəz eləyib. C bəndində M-in sol tərəfində simvol yoxdur, amma sual işarəsi qoyulub, səhvdir. Çünki mütləq bir sual, bir simvol olacaq. Deyəcəksiniz ki, müəllim, bəs A bəndində də M-in solunda simvol yoxdur, amma ulduz verilib. Çünki demişdik axı, ulduz ixtiyar sayda simvol əvəz edir. Yəni onun yerində simvol olmasa da problem yoxdur. Amma suala problem var. Çünki bir sual bir simvol tələb edir. Yəni hər sual bir simvolu səndən tələb eləyir. Yəni mütləq olmalıdır. Beləliklə uşaqlar, maskalama anlayışından bu qədər. İnşallah ki, hər birinizə aydın olub. Bir də failin atribut anlayışı var. Faillərin atributları onun xassələrini göstərən əsas parametrdir. Deməli, 4 dənə atribut var və bunlar hərflərlə işarə edilir. Ona görə hərfləri yadınızda saxlayın. R, H, S, A. R read-only sözünün baş hərfidir. Bu yalnız oxunan faillərdir ki, bunlar dəyişmək olunur, redakt etmək. Sonra H hidden sözündən götürülüb gizlədilmiş faillərdir. S sistem sözündən götürülüb və sistem faillərdir. Onları da dəyişdirmək olmur. A isə arxiv sözündən götürülüb, yəni bu failin ehtiyat arxivinin, yəni bu işarə failin ehtiyat arxivinin olduğunu göstərir. Bəs biz buna hardan baxa bilirik? Pəncərələrlə da fikir versəz, properties. Yəni, hər bir fail və qovluqda bu dialoq pəncərəsi olur. Bu dialoq pəncərəsinə daxil olsanız, atribut hissəsini görə bilərsiniz. Hətta gəlin özümdə də göstərim. Məsələn, bura baxsanız, tutalım hər hansı bir fail üstünə göstərim. Properties pəncərəsinə daxil olanda burada aşağıda atribut var. Yəni, buradan görə bilərsiniz atributları. Sonra uşaqlar, keçək qovluq anlayışı haqqında danışaq. Deməli, qovluq və yaxud da kataloq eyni mənaya gələn sözlərdir. Yəni, bizim normal dediyimiz o papka, qovluq, kataloq hamısı eyni anlayışlardır. Qovluqlar faillərlə sistemin işi təmin edən müəyyən meyara görə birləşmiş faillər qrupudur. Yəni, biz ümumi failləri kompüterin xarici yaddaşına saxlayırıq, düzdür. Amma bu failləri qruplaşdıraraq saxlamaq daha əlverişlidir ki, biz lazım olan qrupa tez müraciət edək. Yəni, mən biri var, təsəvvür edin, bir dənə diskinə yığın bütün failləri. Hamısı fail olsun sırf. Onda axtarışda çətinləşir. Yəni, sırf özümə lazım olanı tapmağım çətin olur. Amma sırf məsələn, mən özümə rahat olsun deyə mövzulara aid olan bütün PDF-ləri bir qovluğa yığıram və bu qovluqdan daha rahat müraciət edə bilirəm. Yəni, ona görə də qovluq faillərlə və digər qovluqlarla sistemin işi təmin edən əsas anlayışlardan biridir. Yəqin ki, başa düşdünüz qovluğun təxminən nə olduğunu. Qovluqla bağlı bəzi prinsiplərimiz var, onlara baxaq. Deməli, qovluğun genişlənməsi olmur, çünki qovluqda tip anlayışı olmur. Yəni, sən bir qovluğun içində müxtəlif tip failləri eyni anda saxlaya bilirsən. Ona görə də qovluqda tip anlayışı olmur.
Yəni fayldakı kimi genişlənmə anlayışından söz getmir. Sonra qovluqlar iyerarxik struktura malikdir. Yəni elə disk bir qovluqdan ibarət deyil ki, məsələn, diskin içində bir qovluq yaratdım, məsələn, master. Sonra onun içində başqa-başqa sən qovluqlar yarada bilərsən. Nə bilim, A, B, C qovluğu. Sonra onların içində yenə alt qovluqlar yarada bilərsən. Yəni bu qaydada qovluqlar necə struktura malikdir? İyerarxik struktura malik olurlar. Deməli uşaqlar, sonra keçək növbəti anlayışımıza. Boş qovluğun informasiya tutumu sıfırdır. Niyə? Çünki qovluğa həcm anlayışını verən onun içindəki fayllardır. Əgər qovluğun içində hər hansı bir fayl yoxdursa, məsələn, burada gördüyün kimi boşdursa, bu o deməkdir ki, ona həcm verəcək, yəni orada həcm ifadə edəcək nəsə yoxdur. Ona görə də boş qovluğun informasiya tutumu məntiqən nə ola bilər? Sıfır olacaq təbii ki. Boş qovluğun informasiya tutumu sıfır olduğundan da siz diskdə sonsuz sayda boş qovluq da yarada bilərsiniz. Yəni bu da buradan çıxan bir nəticə qayda kimi yaza bilərsiniz. Yəni belə yoldaşlar. Yazmaq demişkən, yəni siz hal-hazırda videoya baxırsınızsa, baxa-baxa qeydlər aparmağınız sizi daha çox öyrədir. Mən videoların başında deməyi unuduram, amma siz bilin ki, informatika öyrənirsinizsə, mütləq bir dənə qeyd dəftəriniz olmalıdır yanınızda. Yəni biz də bu günlərə elə gəlib çıxmışıq, işarə eləyərək, qeyd apararaq, belə. Deməli, bəzən informatika biraz yorucu ola bilir. O baxımdan o qeyd aparmaq çox həyat qurtaran bir üsuldur. Sonra uşaqlar qovluqların içində yerləşən elementlərlə bağlı bəzi qeydlərimiz var. Məsələn, uşaqlar, eyni bir qovluqdur, məsələn, məntiq qovluğudur. Mən bunun içində həm adı, həm də genişlənməsi eyni olan iki faylı saxlaya bilmərəm. Yəni, bu hal imkansızdır. Həqiqətən də baxın, məsələn, mən qovluğun içində, tamam, biz bir dənə fayl tapaq. Məsələn, tutalım. Bu qovluğun içinə bir fayl əlavə elədim. Sonra eyni faylı bir də əlavə etmək istəyirəm. Mənə icazə verirmi? Xeyr. Yəni, nədir? Yəni, bunu dəyişməz. Yerini dəyişməlisən, ya da ki, adını dəyişməlisən, belə. Amma mən həmin faylın gedib, adını dəyişsəm, yəni gəlirəm buradan, tutalım. Adını dəyişdim, tutalım. Fəsil, tamam. 13 yazdım. İçi eynidir, eyni fayldır. Amma ki, sadəcə dəyişiklik elədim. Bu zaman artıq mən bunu kopyalayıb, qovluğa əlavə etmək istəsəm, heç bir problem yaşamayacaq. Buradan da ikinci qayda çıxır ki, eyni qovluğun içində adı müxtəlif, genişlənməsi eyni və yaxud da genişlənməsi müxtəlif adı eyni olan iki faylı saxlamaq mümkündür. Belə, oldu belə. Bəs mən eyni adlı və eyni genişlənməli faylları necə saxlaya bilərəm? Bunun üçün uşaqlar, siz ayrı-ayrı qovluqlar götürməlisiniz. Yəni, iki ayrı qovluqda adı və genişlənməsi eyni olan fayllar saxlamaq olur. Sonra eyni qovluğun içində info məsələn, 2 dənə element var. Biri info.pptx faylıdır, biri info.pptx qovluğudur. Düz deyib, qovluqdakı pptx genişlənmə deyil, amma ümumilikdə ad kimi baxsanız, hər ikisinin yazılışı eynidir. Yəni, bu halda yenə mümkün deyil uşaqlar. Yəni, qısası, ümumi ad kimi baxsaq, ümumi adı eyni olan elementlər eyni qovluğun içində yerləşmir. Yəni, prinsip budur. Deməli, bu da belə uşaqlar. Buradan da deyəcəklərim bu qədər. Keçək faylın tam yoluna, yəni qovluğun iyerarxik strukturuna. Dedik, qovluqlar diskdə necə yerləşir? İyerarxik struktura malik olur. Yəni, sən bir qovluğa daxil olursan, onun alt qovluqları açılır. Yenə bu şəkildə də davam edir. Həqiqətən də baxsanız, məsələn, elə kompüterdə göstərim. Məsələn, mən D diskinə daxil oldum. Baxıram, bunun çoxlu alt qovluğu var. Sənə buradan yaxınlaşdırım biraz. Məsələn, dərs vəsaitləri qovluğuna daxil oldum. Yenə bunun 2 dənə alt qovluğu açıldı. İnformasiya vahidləri və Windows. Sonra informasiya vahidlərinə daxil oldum. Burada A1, A2, B2 açıldı. Sonra Windows-un qovluğuna daxil oldum. Burada OLE 777 açıldı. Sonra A1-ə daxil oldum. İçində B1 açıldı. Yəni, gördüyün kimi, laf belə buradan göstərsəm, buradan şəkil götürüm. Yəni, gördüyün kimi necə yerləşdi? İyerarxik struktura malik oldu.
Şəklini çəkək, belə. Sadəcə olaraq biz bunu sizə File Explorer'də göstərəndə şaxələnmə hansı istiqamətdə olur? Üfüqi istiqamətdə olur. Yəni fərqi nə dağacaq? Yəni ya ha belə budaqlandı, ha şərqi istiqamətdə budaqlandı. Yəni budaqlanma budaqlanmadı da eyni şey. Ona görə də yəni bu nədir? İyerarxik strukturdur. Həqiqətən də göstərim şəklini çəkim. Məsələn biz öncə informasiya vahidlər qovluğuna daxil olduq. Bu da D diskində idi. Qoy D diskini qeyd edeyim. D diskindən informasiya vahidlər qovluğuna daxil olduq. Oradan mən səhv yer işarələdim. Bunlar eyni səviyyəlidir. Bunu silim. Düz götürün. Dərs vəsaitlərinə daxil olmuşdum. D diskindən informasiya vahidləri deyildi. Düzgün çəkim, hə. Aha, uşaqlar, belə. Deməli, biz D diskindən dərs vəsaitlər qovluğuna daxil olduq. Düzdür, D diskin başqa alt qovluqları da var idi. Mən indi dərs vəsaitləri üzərindən yazıram. Sonra uşaqlar, bu dərs vəsaitlərindən 2 qovluğa daxil oldum. Bax, bir xətt üzərindədir. Yəni, eyni səviyyəlidir. İnformasiya vahidləri və Windows 10 qovluğuna daxil olduq. Sonra sən neynədin? İnformasiya vahidlərindən A1, A2, B2 qovluğuna daxil oldum. A1, A2, B2. Windows qovluğundan isə 777 və OLED qovluğu var. Sonra A1-ci ildə hansı qovluq var? B1 qovluğu var. Yəni gördüyünüz kimi necə yerləşib yoldaşlar? İyerarxik struktur əsasında yerləşib. Yaradılanda da ardıcıllıq ilə bardıcıllıqdandır. Yəni mən D diskinin içində dərs vəsaitləri qovluğunu yaratmışam. Sonra bu dərs vəsaitləri qovluğunu açıb, içində informasiya vahidləri və Windows 10 qovluğunu yaratmışam. Sonra informasiya vahidlərini açıb, içərisində A1, A2, B2 qovluğunu yaratmışam. Sonra Windows qovluğunu açıb, içində 777 və OLE qovluğunu yaratmışam. Sonra da A1 qovluğunu açıb, içində B1 qovluğunu yaratmışam. Yəni, yaratma prosesi də yenə bu iyerarxik ardıcıllığa uyğun formada verilir uşaqlar. Hətta bir dəfə qəbula, məsələlə keçən də düşmüşdü, belə bir sual düşmüşdü. Demişdi ki, aşağıdakı əməliyyatlar ardıcıl icra edildikdən sonra qovluqların iyerarxik strukturu necə olar? Məsələlə belə idi. Tutalım A1 qovluğunu yarat. Sonra A2 qovluğunu yarat. Sonra B2 qovluğunu yarat. Sonra A1 qovluğunu aç. B1 qovluğunu yarat. Mən baxırdım necə? Deməli, A1 yaradılıb. Sonra heç daxil ol sözü yoxdursa, deməli, bunlar eyni səviyyəlidir. Sonra A2 yaradılıb. Sonra B2 yaradılıb. Sonra A1 açılıb, daxil ol deməkdir. Nisbətən sağa meyl eləyir. Və içində nə yaradılıb? B1 qovluğu yaradılıb. Yəni, axtarılan iyerarxik struktur deməli, bu qaydada olub. Əslində, mən sizə bunu Windows'da keçəcəm. Sadəcə iyerarxik strukturu izah edəndə istədim ki, bunu da deyəm. İndi uşaqlar, biz qovluqların iyerarxik strukturu əsasında oradan hər hansı failin və yaxud da qovluğun ünvanı da müəyyən edirik əslində. Elə bu iyerarxik struktur həm də ünvanı göstərir. Yəni, məsələn, sən burada cavablar JPG fayılına daxil olmaq üçün hansı qovluqlara daxil olmalısan ardıcıl? D diskindən məlum məsələdir ki, informatikaya daxil olasan, informatikadan sınağa, sınaqdan arxivə, arxivdən də cavablar JPG. Uşaqlar, ünvan nədir? Yəni, bir şeyin harada yerləşdiyini, yəni bir obyektin harada yerləşdiyini göstərən bir anlayışdır. Məsələn, ev ünvanı necə olur? Bakı şəhər, nə bilim, Nəsimi rayonu, nə bilim, talım, Nəsimi rayonunda hansı küçələr var, bilmirəm. Talım, Cavadxan 48B, yəni belə. Ondan sonra orada da hər hansı bir bina nömrəsi deyirsən, sonra ev nömrəsi deyirsən və beləliklə o evin ünvanı göstərmiş olursan. Yəni, beləliklə də ünvan anlayışı ortaya çıxır. Failin ünvanı da həmin dediyim, nümunə göstərdiyim ünvanın heç bir fərqi yoxdur. Yəni, sənin məqsədin bu cavablar JPG failinə daxil olmaqdırsa, bunun üçün öncə D diskinə, sonra informatikaya, informatikadan sınağa, sınaqdan arxivə, arxivdən də bu fayla daxil olmalısın. Ünvan sətrinin göstəricisi, yəni strukturu isə aşağıdakı formada olmalıdır.
Birinci baş kataloqlar olur. Yəni buna qurğu da deyə bilərsiniz. Yəni bizim yaddaş qurğumuz. Məsələn, yaddaş qurğumuz C, D disklərinə bölünür. Bundan əlavə məsələn AB var, sonra Y var, F var. Bunlar da kənardan qoşulan yaddaş qurğularını göstərir. Nə bilim, Y, CD, DVD diskləri göstərir. Həm F işarəsi flash kartı göstərir. Məsələn belə. İndi yəni bu baş kataloq yerində qurğu C, D, F, Y ola bilər. Daha sonra isə baş kataloq digər kataloqlardan qoşu nöqtədən ayrılır. Sonra ardıcıl daxil olduğun alt kataloqları sırayla qeyd edirsən. Yəni məsələn biz informatikaya daxil olduq, oradan sınağa daxil olduq, sınaqdan arxivə, arxivdən də nəhayət nəyə daxil oluruq? Fayla. İndi buna uyğun biz faylın tam yolunu necə yazacağıq? Birinci D diski idi. D qoşa nöqtə drop. Sonra informatikaya daxil olduq. İnformatikanın içindən sınağa, sınaqdan arxivə, arxivdən də nəhayət cavablar JPG faylinə daxil oldu. Həmin bu sətrə faylın tam yolu və yaxud da tam adı deyilir. Uşaqlar, yadınızda saxlayın ki, əgər söhbət faylın tam adından, tam yolundan gedirsə, bu zaman yolun sonunda mütləq faylın adı olmalıdır. Və faylın adı heç vaxt bu orta hissələrdə görünə bilməz. Çünki necə ola bilər? Məsələn, burada fayl olsa, sən fayldan fayla daxil ola bilməzsən sonuçta. Yəni, faylın içində faylın içində qovluq olmayacağından həmişə bu arada qalan hissədə ancaq və ancaq alt qovluq və yaxud da alt kataloqlar olur. Yaxşı, bunu unutmayın. Yolun sonu qısası fayldır. İndi bu ünvan sətrini, yəni faylın tam yolunu verərək bizə bəzi suallar verə bilirlər. Gəlin onları nəzər salaq. Məsələn, faylın yerləşdiyi disk və yaxud da faylın yerləşdiyi baş kataloq deyəndə qoşu nöqtənin sonundakı hissəyə baxırsan, yəni D diskin. Faylın özünün yerləşdiyi alt kataloqdan gedirsə, fayl nədir? Cavablar JPG. Bax, bu nəyin içindədir? Baxırsan bir əvvəlkinə, arxivin. Yəni, faylın yerləşdiyi alt kataloq deyəndə hara baxmaq lazımdır? Fayldan əvvəlki qovluğa, yəni arxiv, faylın yerləşdiyi alt kataloqdur. Faylın adı deyəndə faylın özünə baxırıq, məlum məsələn. Sonra faylın genişlənməsi nöqtənin sağında qalan hissədir, yəni JPG-dir. Gəldik əsas məsələyə. Uşaqlar, obyektin yolu və tam yol anlayışı var. İndi bizdə hansı obyektdən söhbət gedir? Fayldan söhbət gedir. Deməli, fayla baxmaq lazımdır. Əgər obyektin tam yolu deyirsə, yəni faylın tam yolu deyirsə, ünvan sətrinə elə faylın özü də daxildir. Yəni D, informatika, sınaq, arxiv, cavablar JPG. Yəni ünvan sətrinə faylın özü də daxildir. Amma ki, faylın yolu deyəndə, yəni obyektin yolu deyəndə, hansı obyektdən söhbət gedirsə, ona qədər olan hissə. İndi fayldan söhbət gedirsə, faylın yolunu deyəndə faylın adına qədər olan hissə götürülür. Yəni D, informatika, sınaq və arxiv. Bu sualı faylın yerləşdiyi alt kataloq üçün də verə bilərlər təbii ki. Faylın yerləşdiyi kataloq nədir? Arxiv. İndi buna nəzərən sual verir. Deyir, faylın yerləşdiyi kataloqun tam yolu. Söhbət arxivdən gedir. Arxivin tam yolu necə olar? Deyir, informatika sınaq arxivin özü də. Əgər desək, deyəcə, faylın yerləşdiyi kataloqun yolu, deməli, bu arxivə qədər olan isə, yəni deyir, informatika sınaqdır. Yəni, qısası, obyektin tam yolu deyirsə, həmin obyektin özü də həmin ünvana daxildir. Yolu deyirsə, özünə qədər olan hissə nəzərdə tutulur. Yəni, bu qədər sadə. Sadə baxın. Çox belə mürəkkəb baxmayın. Bu da belə uşaqlar. Yəni, əsas anlayışlardan birini daha öyrənmiş oldunuz. Qaldı bizim fayllarımızı diskə yerləşdirmək. Faylın başına bu qədər oyun açandan sonra onu qalır diskə yerləşdirmək fayl və qovluqları. Bəs bizim xarici yaddaşımızın strukturu necədir? Elə birdən-birə ona informasiya mı yazılır? Təbii ki, xeyr uşaqlar. Yəni, bunun da müəyyən mərhələləri var. İndi mən buna çox dərin, yox, biraz üzdən izahlar verəcəm. Yəni, sizə lazım olan qədər. Amma sadə dildə. Həqiqətən bəlkə də mənim indiyə qədər danışdıqlarımdan daha da maraqlı gələ bilər bu hissə sizə. Deməli, uşaqlar, öncə diskin fiziki strukturuna baxaq, görək necədir. Bizim diskimizdə informasiya
informasiya yazılan ən kiçik sahə sektor adlanır. Yəni, diskdə informasiya yaza biləcəyin ən kiçik hissəyə nə deyiləcək? Sektor deyiləcək. Və sektorun ölçüsü standart halda 512 bayta bərabərdir. Yəni, bir sektor 512 bayt. Və bu sarı ilə işarələnən yerlər sektorlardır diskdə. Sonra sektorlar öz aralarında birləşərək nə əmələ gətirir? Klasterlər əmələ gətirir. Klasterlərdə isə biz faylları yazırıq və bir klasterə bir fayl və onun hissələri yazılır. Bu haqda onsuz da danışacağım, bu hələ ki qalsın burada. Amma diskin fiziki strukturu ilə iş bitmir. Diskə informasiya yazılması üçün öncə o məntiqi və yüksək səviyyəli formatlaşdırılmaya uğramalıdır. Bunlar isə müəyyən proqramlar tərəfindən həyata keçirilir. Diskin məntiqi formatlaşdırılması, onun məntiqi hissələrə bölünməsidir. Adi öz kompüterinizə fikir vermisiniz? Siz fikir verməmişsə gəlin baxaq da. Fikir vermisiniz, sizdə C və D diski var kompüterinizdə. Girirsiniz C diski, D diski. Bu nədir? Onu göstərir ki, sizin diskiniz nədir? Məntiqi hissələrə bölünür. Bizim xarici yaddaşımız nədir? Məntiqi hissələrə bölünür. Yəni, buna diskin məntiqi formatlaşdırılması deyilir. Bu məntiqi bölünmə isə Fdisk proqramı adlanan proqram var ki, o proqram tərəfindən həyata keçirilir. Alternativ olaraq biz bu proqramı da istifadə edə bilərik. Yəni, 2 proqramın adı çəkilir. Sonra bu prosesdən sonra, məntiqi bölünmədən sonra diskin yüksək səviyyəli formatlaşdırma prosesi başlayır. Bu prosesi isə həyata keçirən format.com proqramıdır. Və bu 3 proqram adı çəkdik. Üçünü də dəqiq yadınızda saxlayın. Bunlar olduqdan sonra artıq biz diskə informasiya yaza bilirik. Amma diskə informasiyanı nə yazır? Necə yazılır? Təbii ki, biz bilirik ki, bütün resurslar əməliyyat sisteminin idarəsi ilə olur. Deməli, bu proses də əməliyyat sisteminin idarəsi ilə olacaq. Bəs əməliyyat sistemi bunu birbaşa özü mü eləyəcək? Xeyr. Əməliyyat sistemi fayl sistemləri yaradır və həmin fayl sistemlərini istifadə edir bu işi görmək üçün. Yəni, biz yeni bir anlayış seçdirik, fayl sistemi. Uşaqlar, fayl sistemi hər hansı bir qurğu deyil. Fayl sistemi əməliyyat sistemi kimi, əməliyyat sistemi bir tərkib hissəsi olan proqramdır. Yəni, fayl sistemi nədir? Fayl və qovluqların diskə yerləşmə, saxlanma qaydalarını təyin edən proqramlara fayl sistemləri deyilir. Deməli, uşaqlar, fayl sisteminin əsas funksiyaları faylları diskdəki, baxın, bu klasterlərə yerləşdirir. Bu klasterlərə yazır. Faylı klasterə yazanda hər klasterin ünvanını diskin 0-cı başlanğıc cığırında saxlayır. Həmçinin bu fayllara müraciəti də təmin edir. Adi belə Lori dildə misal göstərsəm, tutalım, bu sizin dərsdə oturduğunuz partalar olsun. Mən sizi ilə bu partalara yerləşdirmişəm. Möhtəşəm və qabiliyyətimlə maksimum bu şəkildə çəkə bilirəm. Burada oturmuşsunuz da ki. Mən də oluram fayl sistemi. Deməli, uşaqlar, sizi klasterlərə yerləşdirən mənəm. Düzdürmü? Sizi klasterə yerləşdirdiyim üçün bu klasterlərin ünvanını mən nə edirəm? Gedirəm diskin 0-cı cığırında saxlayıram. Kimsə sizi axtarır. Əməliyyat sistemi sizi axtarır. İstifadəçi əməliyyat sisteminə əmr verir ki, məsələn, mənə filan kəs tap. Məsələn, bunun da adı olsun B. Mənə B-ni tap. Bu fayl sistemi artıq bu B yerləşdirən özü olduğu üçün həmin o B-yə müraciəti də nə təmin edir? Həmin bu fayl sistemi təmin edir. Yəni, qısası fayl sistemi faylları klasterə yerləşdirir, onların ünvanını diskin 0-cı cığırında saxlayır və həmin fayllara müraciət təmin edir. İndi bizim də öyrəndiyimiz bəzi fayl sistemləri var. Bunlar hansılardır? FAT16, FAT32, NTFS fayl sistemləri. Birinci FAT fayl sistemlərinə baxaq. Deməli, FAT fayl sistemləri fayllar haqqındakı məlumatları, ünvan məlumatlarını diskin başlanğıc cığırında saxlayır. Bunun da adı FAT-dır, yəni File Allocation Table cədvəlində saxlanır. Deməli,
Bu FAT fayl sistemində müxtəlif versiyalar var. 12, 16, 64 kimi. Biz iki versiyasına baxırıq. 16 və 32. Deməli uşaqlar, FAT16 fayl sistemi klasterlərə ünvan verir də, onsuz da disk faylı klasterə yerləşir, klasterlərə ünvan verir. Ən çox FAT16 fayl sistemi 216 dənə klasterə ünvan verir və ünvan uzunluğu da 16 bit 2 bayta bərabər olur. Həmin o klasterlərin tutumu isə 512 baytdan 64 kilobayt arasında dəyişir. Sonra işlədiyi faylların maksimal həcmi 2 GB, işlədiyi disklərin yaddaş qurulu maksimal həcmi 4 GB olur. Sonra baxaq FAT32-yə. Ən çox 232 sayda klasterə ünvan verir. Ünvanın uzunluğu 32 bit yəni və ya 4 baytdır. Klasterin tutumu 512 bayt ilə 64 kilobayt arasında dəyişir. Faylların maksimal tutumu 4 GB-dır. İşlədiyi disklərin maksimal tutumu 8 GB-dır. 8 daha doğrusu terabaytdır. Sonra NTFS fayl sistemi. Hansı ki hal-hazırda da Windows'da istifadə edilən fayl sistemidir. Hətta adını görə bilərsiniz. Mən bayaq C diskinə daxil olmuşdum. Amma məsələn, bunun Properties pəncərəsinə baxsam, orada nəyin adını görürəm? Bir dənə baxın. NTFS-in adını görürəm. Deməli, biz Windows'da da hansı fayl sistemindən istifadə edirik? NTFS fayl sistemindən istifadə edirik. İndi uşaqlar, bunu bildik. Bu fayl sisteminin açılışı nədir? Bu yeni texnologiya əsasında yaradılan fayl sistemidir. Bu FAT-a görə daha sürətli və daha etibarlıdır. FAT16 daha doğrusu NTFS fayl sistemində klasterlərin standart tutumu 4 KB-dır. İşlədiyi faylların maksimal həcmi 16 TB, disklərin həcmi 256 TB-dır. Mən burada səhvən GB yazmışam. Bu da terabayt olmalıdır. Düzəldim. Deməli, terabayt yoldaşlar. 256 terabaytdır. NTFS fayl sistemi də bu fayllar haqqındakı məlumatlar, hansı ki faylın adı, yeri, ondan sonra faylın tutalım yaradılış tarixi kimi əsas məlumatların hamısını MFT, yəni Master File Table cədvəlində saxlayır. Elə bil FAT16 FAT adlı cədvəldə saxlayır. NTFS də MFT cədvəlində saxlayır fayllar haqqındakı məlumatları. Deməli, NTFS fayl sisteminin FAT-la müqayisədə üstün cəhətləri var. Mütləq bunu əzbərləyin, çünki qəbula da düşür. Deməli, verilənlərin mühafizəsində müasir texnologiyaların tətbiqi, elə ona görə bu fayl sistemləri, yəni NTFS FAT-a görə daha etibarlıdır. Fayl və qovluqların şifrələnməsi, sıxılması, bərpası bu yaddaşdan səmərəli istifadəyə də kömək eləyir. Transaksiya texnologiyasının tətbiqi ilə fayl sisteminin yüksək etibarlılığı, yəni bu da təhlükəsizlikdir. NASA sektorların meydana çıxması halında klasterlərin əvəz olunması, yəni təkrar istifadə edilmir NASA klasterlər əvəz olunur. Böyük ölçülü fayl və bölmələr dəstəklənir. Elə həcmlərdən də gördünüz. 16 terabaytlıq fayllar 256 terabaytlıq disklərlə işləyirdi. Fayl qovluq və disklərin avtomatik sıxılması və açılmasını dəstəkləyir. Faylın maksimal imkanla kəsilməz yazılmaz texnologiyası hesabına faylların fraqmentasiyasını azaldır, qısaca fraqmentasiyanı azaldır. Yəni fayllar daha optimal vəziyyətdə yerləşir diskdə və hər bir istifadəçi üçün ayrıca səbət, yəni recycle bin təmin edilir uşaqlar. Bu da belə. Fayl sistemini öyrəndik. İndi gəlin fayl sisteminin faylları diskə yerləşdirmə prosesinə nəzər salaq. Uşaqlar, fayllar ümumiyyətlə diskdə klasterlərə yerləşir. Yəni, biz faylları nə edirik? Klasterlərə yerləşdiririk. Və fayllar klasteri hansı prinsiplə yerləşir? Bir klasterdə bir fayl prinsipi ilə yerləşir. Yəni, bir fayl bir neçə klasterdə yerləşir, amma bir klasterdə yalnız bir fayl olur. Bilirəm, cümlə bəlkə də sizə qarmaşıq gəlib, amma məsələ üzərindən çox rahat başa düşəcəksiniz. Fərz edin ki, əməliyyat sistemi mənə tapşırıq verib. Mən fayl sistemiyəm və mənə tapşırıq verir. Deyir, həcmi 10 kilobayt olan fayl göndərirəm sənə, sən bunu klasterlərə yerləşdir. Mən də onun əmrinə uymalıyam. Həmin 10 kilobaytlıq faylları bu 4 kilobaytlıq klasterlərə yerləşdirməliyəm. Və 2 suala cavab verməliyəm. Klasterlərin sayı və faylın diskdə tutduğu yer tapmalıyam. Deməli, mənə verilən faylın həcmi nədir? 10 kilobaytdır. Və bunu nə etməliyəm uşaqlar? Mən klasterlərə yerləşdirməliyəm. Deməli, bunun üçün artıq 3 klaster lazım olacaq. Çünki 4 kilobaytını birinci klasterə qoydum, doldu. Çünki klasterin tutumu nə qədər idi? 4 kilobayt.
İkinci klastere 4 kilobaytını koydum. O da doldu. Kaldı 2 kilobayt. Onu da üçüncü klastere yerleştirdim. Yani elə bir klaster dolur. Sonra keçirəm növbəti klastere. Yəni uşaqlar adi loru dildə desəm, fərz edin 10 kiloqram alma var. Və bu klasterlərdə yeşiklərdir. Hər yeşikdə 4 kiloqram tutur. Deməli, neyini yazsan? 3 dənə yeşik götürəsən də, yəni məntiqən. Dördünü bir yeşiyə qoyasan. Dördünü bir yeşiyə, yerdə qalan 2 kiloqramı da üçüncü yeşiyə qoymalısan. Tökəs deyirsən ki, düzdürmü? De bu da elə. İndi uşaqlar say olaraq bizə neçə klaster lazım oldu? 3 dənə klaster lazım oldu. Yəni sualın birini cavabladım. Keçək ikinci suala cavab verməyə. Fail yaddaşda nə qədər yer tutur? Uşaqlar neçə klaster istifadə edibsə, istifadə edilən klaster qədər yer tutur yaddaşda. Yəni neçə klaster var? 3 dənə. Hər klasterində tutum 4 kilobayt idi deyə, ümumi 12 kilobayt yer tutdu. Bilirəm, ürəyinizdən keçir ki, bəs müəllim, bunun 2 kilobaytı dolmuşdu. Bəs yerdə qalan hissə, uşaqlar, yerdə qalan hissə təkrar istifadə edilmir. Çünki dedik ki, bir klasterdə ancaq bir fayl olur, düzdürmü? Yəni təkrar istifadə etmədiyim üçün artıq mən onun o klasterin müəyyən bir hissəsini istifadə etmişəmsə, tam istifadə etmiş sayılıram. Çünki başqa fayl onu istifadə etməyəcək axı. O 10 kilobaytlıq fayla məxsusdur. Və 10 kilobaytlıq fayl bu 3 klasteri, yəni 12 kilobayt yeri artıq istifadə etmiş sayılır. Yəni belə deyim, sən 100 kvadrat evin tam 12 kvadratında yatırsansa, istifadə edirsənsə, o 100 kvadratın qalanı qonşunundur mu? Xeyr, o da sənindir də. Yəni bunu sən zəbt eləmisən vaxtı ilə. Yəni sən almısan da. Yəni sən oraya yerləşmisənsə, artıq başqası gəlib onu sənin əlindən ala bilməz. Elə də bu fayl oraya yerləşibsə, başqa fayl gəlib onu onun əlindən ala bilmir. Yəni belə. Qısası nə baş verdi? Faylın diskdəki həcmi 12 kilobayt oldu. Bunu da düstur olaraq yazaq uşaqlar. Klaster sayının düsturu faylın həcminin klasterin həcminə nisbətidir. Faylın həcmi nə idi? 10 idi. Onu böldüm 4-ə. Bu da 2 tam neçəsi eləyir? Biz say tapırıq deyə yuvarlaq götürürük 3. Sonra tapdığımız klaster sayını, yəni 3-ü bir klasterin həcminə, yəni 4 kilobayta vuraraq faylın diskdəki həcmini tapırıq. O da neçə eləyir? 12 kilobayt. Yəni bu qədər. Gördüyünüz kimi klaster məsələsi də elə çətin məsələ deyil. Başqa nümunəyə baxaq. Uşaqlar, biz dedik ki, verilmiş hər fayl üçün ayrı klasterlər qrupu istifadə edilir. Yəni, məsələn, misal üzərindən baxsanız da, tutalım həcmi 5 kilobayt olan mətnə 13 kilobayt olan səs faylı verir. İndi bunu klasterlərə yerləşdirərkən sən toplayıb sonra yerləşdirə bilməzsən. Yəni 5 dənə 13-ü toplayıb sonra yerləşdirmək mümkün deyil. Çünki deyirik ki, yuxarıda da qeydə baxın, hər fayl üçün ayrı klasterlər qrupu istifadə edilməlidir. Yəni biz nə edəcəyik? 5 kilobayt üçün ayrı, 13 kilobayt üçün də ayrı hesablama aparacağıq. Deməli 5 kilobaytlıq fayl üçün neçə dənə klaster lazımdır? 2 dənə. Bir 4-ünü birinə, yerdə qalan 1 kilobaytı ikinci klasterə qoydum. Deməli mən 2 klaster, yəni 8 kilobayt yer istifadə elədim. 2 dənə də klaster lazım oldu, düzdürmü? Bir keçək 13-ə baxaq. 13 kilobayt üçün neçə klaster lazımdır? Elə bil 4-ünü qoydum bura. Sonra 4-ünü qoydum bura. Sonra 4-ünü 3-cü klasterə qoydum. Yerdə də 1 kilobayt qaldı. Onu da nə edirəm? Son klasterə qoyuram. Deməli, nəticədə neçə klaster istifadə elədim? 4. 4 dəfədə 4, 16 kilobayt eləyir. 4 klaster, 12 kilobaytda yer istifadə elədik. Deməli, uşaqlar, bizdən ümumi nə qədər yer tutur soruşsa, 8-dən 16-nı toplayıram. 24. Neçə klaster istifadə edir desə, 2 ilə 4-ü toplayaram. Onlar 6. İndi gəlin bunlar düsturdan da yazaq. Düsturda da əlimiz alışsın. Birinci hal üçün klaster sayını tapıram. Deməli, faylın həcminin dedik klasterin həcminə nisbətidir. Burada bir tam neçəsi eləyir ki. Eyni qayda ilə ikinci fayl üçün də bunu hesablayıram. Klaster sayı bərabərdir. Faylın həcmi 13-dür. 13-ü bölürəm 4-ə. Bu da 3 tam neçəsi eləyir? Yuvarlaq yenə nə götürürəm? 4. Sonra faylın diskdəki həcmi də nəyə bərabər edir? Klaster sayının klasterin həcminə hasil edir. Klaster sayını almışam 2. 2-ni də 4-ə vursam eləyir 8 kilobayt. Sonra ikincidə klaster sayını almışam 4. Hər klasterdə 4 kilobayt da olur 16 kilobayt. Belə uşaqlar, bu qayda ilə tapılır. Bəzən tələbələr mənə belə bir sual da verir ki, müəllim, bəlkə hamısı mətn faylıdır, nə bilim, hamısı şəkil faylıdır.
Uşaqlar, yəni informasiyanın növü eyni olsa, tipi eyni olsa da, yəni bunlar ayrı-ayrı fayllardır da. Yəni ayrı-ayrı klasterlər qrupu istifadə etməliyik. Məsələn, 4 dənə mətn faylı verilib. Deməli, hərəsinin həcmi 8 kilobayt. Yəni mən bu 8 kilobaytı ayrı hesablamalıyam. 8 kilobaytlıq fayl üçün neçə klaster lazımdır? 2 dənə. Elə bil 6 kilobaytı buna qoydum. Yerdə qalan 2 kilobaytını da bura. Mən 2 dənə klaster istifadə elədim və hərəsinin də həcmi 6 kilobayt idi. Oldu deməli 12 kilobayt. Deməli uşaqlar, bir fayl yaddaşda nə qədər yer tutmuş oldu? 12 kilobayt. Onda 4 dənə fayl yaddaşda nə qədər yer tutacaq? Deməli 4 dəfə 12 48 kilobayt. Yəni gördüyünüz kimi belə toplayıb sonra bölmədim. Öncə bölüb sonra ümumini tapa bilirsiniz. Bu da belə. Ümid edirəm ki, video sizə aydın olmuş olar. Hər şey qaydasında olar. Mövzumuz bununla da yekunlaşdı uşaqlar. Testlərdə də siz məsələ tipləri görəcəksiniz və onunla daha da möhkəmlənmiş olacaq. Gecəniz xeyrə qalsın. Mənim gecəmdə indi siz gündüzdə baxa bilərsiniz. Neysə, gününüz xeyirli olsun. Sağ olun, hələlik.